Değerli Umut müəllimi səmimi qəlbdən təbrik edirəm. Və Umut müəllimi mən bir ildir tanımıram. Mən Umut müəllimi artıq 30 ilə yaxın bir müddət tanıyıram. Adətən 30 il bu bir igidin ömrü deyərlər də. Yəni bu bir ömrə bərabər olan bir tanışlıq, bir dövrümüz olubdur. Yol yoldaşı da olmuşuq dəfələrlə. Və mən həmişə Umut müəllimi ancaq çox bir pozitiv və kifayət qədər peşəkar öz işini bilən, həm jurnalist olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri olaraq, eyni zamanda da xalq üçün canı yanan və lokal şəkildə belə hər bir fərdin belə narahat edən məsələnin aradan qaldırılması üçün səy göstərməkdən belə çəkinməyən bir şəxs olaraq tanıyıram Umut müəllimi. Və yadıma düşür ki, Umut müəllimlə bizim ilk təmaslarımız zamanı Umut müəllim indi də cavandı, yubileyi mübarək. Onda lap cavan idi. Və yəni bugün 65-dirsə, mən danışıram Umut müəllimi təqribən 35 yaşda olan civarlarını deyirəm. O vaxtları mən tanıyanda Umut müəllimi onda da saçı ağ idi. Maraqlısı bir nüans nədən ibarətdir. Və ilk təmasımızda Umut müəllimi mənə birinci sözü bu oldu. Dedi ki, dədə dedi, mənim saçımın ağlığına baxma, mən çox cavanım. Və yaş etibarıyla baxanda gördüm, elə də çox elə yaş fərqində deyilik. Və mənə də belə çox maraqlı gəldi ki, bu necə ola bilər. Sonra bir qədər də dərindən düşündükdə gördük ki, o qaçqınlıq dövrünü yaşamış, məcburi köçkün kimi Füzuli rayonuna didərgin salınmış bir şəxsin, yəni başqa cürə də saçı ola bilməzdi də. Yəni çox ağır, təlatümlü bir dövrü keçmiş bir şəxs olaraq Umut müəllim çətinliklərdən qorxmayan və eyni zamanda çətinliklərə doğru hərəkət edən və hətta biz bir neçə məsələlər ətrafında da fikir mübadiləmiz olubdu. Mən baxmışam ki, bəzi hallarda ola bilər ki, çözülməsi mümkünsüz olan məsələlərin Umut müəllim çözülməsi üçün hansısa bir özünə məxsus bir alqoritmini də düşünübdür. Düzdür, bəzi hallarda və hətta o alqoritmin icrası belə mümkünsüz olsa da belə en azından görürsən ki, insan geri çəkilmir. Çətinliyi görüb geri çəkilmir. Yəni çalışır ki, hansısa bir formada bu prosesi öz töhfəsini vermiş olsun. Və biz görürük ki, Umut müəllim kifayət qədər öz işini bilən, QHT sektorunun əsas simalarından biri, vətəndaş cəmiyyətinin önündə gedən şəxslərdən biri kimi Umut müəllim çox bu prosesi öz töhfəsini verməklə bir fondun rəhbəri kimi o həm böyük bir jurnalist ordusuna yetişdirilməsində öz töhfəsini verən bir şəxsdir. Çünki mən bilirəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun xətti ilə 92-ci ildə təsis olunan bir QHT-nin şinelindən çox jurnalistlər çıxıbdı, belə deyim. Və hətta mənim yadıma düşür ki, bəzi bugün bizim QHT sektorunda olan QHT sədrləri var. Söhbət əsnasında hətta onlar da xüsusilə deyirlər ki, biz Umut müəllimin yanında praktika keçmişik, təcrübə keçmişik, orada işləmişik. Görürüm ki, kifayət qədər çox bir şəxs, yəni burada bir Umut məktəbi də var. Yəni əslində ona biraz başqa cürə də mən deyərdim, biraz metafora kimi səslənə bilər. Umut verən bir Umut məktəbi olubdur. Yəni insanlara ümid verən ki, yəni insanlar artıq biliblər ki, bir vətəndaş olaraq onlar bir çox təşəbbüslərin həyata keçirilməsinə layiq olmaqla qadir olan bir insanlardır və o qadir olmaq ümidini və bəzi hallarda o bacarıqları aşılayan məhz Umut müəllim məktəbi olubdur. Bu baxımdan mən Umut müəllimi bir daha əziz bizə və doğma olan təşkilatın rəhbərinin bu gözəl yubiley bayramı münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, 65 illik yubiley bu tək Umut müəllimin ailəsinin bir yubiley günüdür. Bu bütövlükdə üçün QHT sektorunda bu və digər formada Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əlaqəsi olan insanlar üçün də çox bir əlamətdar bir hadisədir. Və hər zaman Umut müəllimə belə enerjili, belə pozitiv olmağı arzulayıram. Necə ki 30 il bundan qabaq tanımışam Umut müəllimi, həmən o enerji tükənməyibdi və bugün daha da artıbdı, daha da şaxələnibdi, daha da geniş aspektli olubdu və çox müstəvili olubdu və mən bu baxımdan arzulayıram ki, bax bu enerji indən belə də belə növbəti yubileylərə qədər bir neçə də artmış olsun və biz Umut müəllimin xətti ilə və fondun fəaliyyəti ilə biz yeni təşəbbüslərin irəli
irəli sürüldüyünü və həllini tapan məsələlərin icrasını görmüş olaq və çünki bu bir QHT lideri üçün ən ülvi bir arzulardan biridir və mən əminəm ki, elə belə də olacaq bu.